O şərəfsiz qayıdı. Hə, mən də həmişəlik getdi elə bilirəm. 7 il keçdi. Sənə qalib gəldiyi üçün hələ hirslisən ona. Ev get görüm. Elə belə deyirəm. O yoxa çıxdıqdan sonra hər şey çox dəyişdi. Düzdür. Artıq buranın sahibinin kim olduğunu öyrənməlidir. Xoş gəldin. Sən kaş heç gəlməsəydim deyəcəksən. Salam de təzə status quo-ya. Hər kəs bilər ki, təzə dövrdür. Radioyu açaq. 7 il keçdikdən sonra şəhərə təzədən qayıdan Tupay haqqında danışırıq. Onun üçün kim darıxdı, kim onu gördü? Davamı axşamki proqramda. TV biz şəhərə qayıtdı. Niyə buralarda gəzir? Baylanız üçündə mənə gəlir. Yaxşı xəbərlərimiz var. Oloqdur, uşaqdır və pis görsənmək istəmərəm, amma oy biz qorxaqdır. Bu bir efirdir, izləyicilər çəkənməz. Mən işlədirəm, o görsənər. Onunla vaxt keçirmək, deyəcək heç bir sözə qulaq asmayın. Dəqiqə təklif keçirmişdir. Amma qayıtmamalıydın. O videoya keçəndə bizlər qaldıq radioda. O artıq sadəcə qanlı bir əddir. Cəhənnəm onsuz gözəl, hardaydı, kimin vecilədir? Hər kəsə salam, çox xoşdur qayıtmaq ekrana. Uzun vaxtdır ki, heç kimsə sizə belə bir şou göstərməmişdi. Günahkarlar sevinsin. Bu nə münasib səsdir? Bulut Qobalyan ki, səs podcastindən isə Görüm, Alistair Tupaya oxşur. Hər kəs onu sevsin istəyir, amma heç vaxt olmur istədiyi. dinləməyin onu. Hər gün təzə stansiya qurur. Keçmişə baxırsan. Oy, sən gələcəkdə qaldı. Alistair dediyi qədər güclü deyil. O sponsor məhsuludur. Bilər olmadan o heç nə edəməz. Yaxşı da. Və indi ən gözəl yeri məni qrupa çağırdı. Qıran orada. Yox dedim, sonra əsəb oldu mənə. Sənin müasir git, sən kimin güclü olduğunu göstərəcəm. Ayda radio xarab oldu. Öldürəcəm səni. Qorxaram ki, siqnalını itirdin. Başlayır. Sən kaş heç gəlməsəydin deyəcəksən. Səsi aç, işim bitəndə. Status quo-an öldürər səni. Ah, nə eğlenceli.